Salam hər birinizə. Həyatın riyaziyyatı layihəmizin ikinci hissəsi ilə qarşınızdayıq və ikinci buraxılışda növbəti sualla davam edək. İnsanlar arasındakı məsafə nə ilə ölçülür? Santimetr, metr, kilometrlə? Yox. Əgər məsafə kilometrlə ölçülsəydi, eyni evdə yaşayan insanlar heç vaxt bir-birinə yad olmazdı. Əgər yaxınlıq fiziki məsafə olsaydı, dünyanın o biri başında yaşayan bir insan üçün gecə saat 3-də narahat olmazdıq. Deməli, insanlar arasındakı ən böyük məsafə coğrafiyada deyil, qəlbdədir. Riyaziyyatda iki nöqtə arasındakı ən qısa yol düz xəttdir. Həyatda isə ən qısa yol həmişə düz olmur. Bəzən bir üzür illərlə davam edən mübahisəni bitirir. Bəzən bir cümlə 10 illik dostluğu bitirir. Bəzən isə bir susmaq 1000 sözün deyə bilmədiyini deyir. Həyatın yolları həndəsənin yollarına bənzəmir. Çünki insanın qəlbinə aparan məsafə xəritədə göstərilmiş. Gəlin indi isə çevrə haqqında düşünək. Çevrənin bütün nöqtələri mərkəzdən eyni məsafədədir. Bu mənə həmişə bir sual düşündürüb. Sənin həyatının mərkəzində nə dayanır? Maraqlıdır. Pul, uğur, şöhrət, ailə, vicdan. Çünki həyatında nəyi mərkəz seçirsənsə, bütün qərarların da onun ətrafında fırlanır. Əgər mərkəzdə qorxu varsa, qərarların da qorxu ilə veriləcək. Əgər mərkəzdə ego varsa, münasibətlərində egonun ətrafında qurulacaq. Əgər mərkəzdə sevgi varsa, həyat da başqa cür görünəcək. İnsan həyatını dəyişmək istəyirsə, əvvəlcə mərkəz dəyişməlidir. Bir də radius var. Mərkəzdən çevrəyə qədər olan məsafə. Hər insanın da görünməyən bir radiusu var. Hamını öz dünyasına buraxmır. Kiməsə yaxınlaşmağa icazə verir, kimisə isə uzaqda saxlayır. Maraqlıdır ki, biz çox vaxt başqasının divarlarını görürük. Amma öz sərhədlərimizi görmürük. Riyaziyyatda bildiyimiz kimi bucaq anlayışı var. Kiçik bir fərq. Amma uzaqlaşdıqca böyük məsafə yaradır. Həyat da belədir. İki insan eyni məqsədlə yola çıxır. Amma düşüncələrində cəmi bir neçə dərəcə fərq olur. İllər keçir, birinə baxırsan tamam başqa həyat yaşayır. Digərinə baxırsan tam əks istiqamətdədir. Həyatın istiqamətini dediyimiz kimi böyük qərarlar yox, kiçik baxış fərqləri müəyyən edir. Mən həmişə bir fikrə inanmışam. İnsanları bir-birindən ayıran məsafə deyil, anlaşılmamaqdır. Çünki sən kilometrlərlə uzaqda olub kiməsə özünü daha yaxın hiss edə bilərsən. Bayaq dediyimiz kimi. Amma yanındakı insanın səsini eşitsən də ürəyini eşitməyə bilərsən. Bir gün başa düşdüm ki, həyatın ən böyük paradokslarından biri budur. Biz daim doğru insanı axtarırıq. Halbuki bəlkə də doğru koordinatlarda olmağı öyrənməliyik. Çünki xəritədə doğru nöqtədə deyilsənsə, ən düzgün istiqamət belə səni istədiyin yerə aparmayacaq. İnsan da belədir. Özünü tanımadan qurulan münasibətlər möhkəm təməl üzərində qurulmur. Və nəhayət, həndəsə mənə bir həqiqət öyrətdi. Heç bir xətt səbəbsiz çəkilmir. Heç bir nöqtə təsadüfi qoyulmur. Heç bir fiqur qaydasız yaranmır. Bəlkə də həyat da belədir. Bugün mənasını anlamadığın bir görüş, sabah həyatının ən vacib xəritəsinə çevriləcək. Bugün səni incidən bir ayrılıq, sabah səni xilas edən bir qərar olacaq. Bugün itirdiyini düşündüyün bir yol səni öz həqiqi istiqamətinə qaytaracaq. Bəlkə də həyatın ən böyük riyazi sirri budur. Biz yalnız öz nöqtəmizi görürük. Amma həyat bütün fiquru eyni anda görür. Və beləliklə ikinci buraxılışın da sonuna gəldik. Üçüncü buraxılışda görüşmək ümidi ilə.